Mayın 27-si, 28-i və 29-unda bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən, buludlu, əsasən yağmursuz keçəcək. Lakin 27-si səhər yarımadanın bəzi ərazilərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi 29-u axşam arabir güclənən şimal-qərb küləyə əvəz olunacaq. Havanın maksimal temperaturunun 23-28 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də 27-si və 28-ində əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilir. Lakin 27-si gündüz bəzi şərq rayonlarında qısa müddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. 29-u axşamdan isə əksər rayonlarda yağıntılı hava şəraiti gözlənilir. Bəzi yerdə yağıntıların qısa müddətdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda suluğun artacağı istisna olunmur. Havanın maksimal temperaturu Aran rayonlarında 26-31, dağlıq ərazilərdə isə 15-20, bəzi yerdə 25 dərəcəlik isti olacağı gözlənilir.